Yaz yerinden bile. Ne pullarımı getirdim. Arkadaş Messi Ronaldo 35 İkinci vaksın. Dəbbəbəli yas mərasimləri olmaz, yemək olmaz. Çay olur, halva olur, boşqabımız aşla dolur. Az qallar üstündən oyza buyza atlayıb qavqaşı daşıyalar. Yas məclislərində ehsan verilməsi Azərbaycanın qədim adət-ənənələrindən biridir. Lakin bu mərasimlər o qədər dəbdəbəli keçirilir ki, yaxınını itirənlər dərddən çox qohum-əqrəbaya veriləcək yeməyin fikrini çəkirlər. Artıq Azərbaycanda ona yaxın rayonda yaslarda ehsan verilməsi qadağan edilib. Bir sıra saytlarda, sosial şəbəkələrdə belə mərasimlərin ləğvinin təbliğatı gedir. Maraqlıdır, xalqımızın bu məsələyə münasibəti necədir? Necə yəni yas mərasimlərini necə ləğv eləyə bilərlər ki? Bizim adətimiz olub əvvəldən, elə də olmalıdır. Həmişə evdə müzakirə eləyirik mamamla. Əslində yaxşı baxmıram. Nəsə qəbul eləmirəm də ölüsü olan adam necə oturub rahat yemək yesin. Əladır, belə də olmalıdır. Yəni yas yerləri toy yeri deyil ki, belə bir şey olsun. Yəni bizim rayonda da yenilik təbrikllər ara keçdilər ki, artıq hüzurlarda yemək verilməsin. Yəni toydan bir fərqi yox idi əvvəl. Yəni belə daha yaxşıdır. Həm də ev yiyələri hüzur verən insanlar üçün maddi olaraq da problem yaranmayacaq. Mən yaxşı, çünki israfçılıqdır. Hamısı tökülüb qalır ortada. Yas yerdə ev yiyəsi də başı qarışır. Bir nə ilə məşğul olsun. Getsin nə bilim qabır qazmağa, getsin nə bilim yemək versin. Ona görə lağv eləsələr yaxşıdır. Elə olmaz, hörmətsiz eləyirlər, urvasız eləyirlər də ölüyü. Qadağan olunmamalıdır, çünki adı üstünə ehsan. Yəni şərt o deyil ki, qohum çevrədən kimsə gəlsin, otursun orada. Yəni hardasa kasır və ya da çöldə qalan biri də gəlib oturub orada bir çörək yeyirlər. Ona görə qadağan olunmasaydı daha yaxşı olardı. Məncə düşünürəm ki, yəni yas mərasimlərinin ləğvi daha məqsəd uyğundur. Çünki yəni mənim şəxsi fikrimdir ki, bir insanın sağlığına, yəni daha doğrusu bir insanın sağlığı ikən ona qiymət dəyər vermirlər, amma öləndən sonra onun üçün qonaqlıqlar açılır, süfrələr açılır. Məncə hər bir insanın yaşadığı vaxtda dəyər verilsə daha düzgün olar. Əslində yəni yas yerində belə yəni tam təlaşlı məclislərə mən qətiyyən yəni narazıyam. Çünki bir ölüb, o yəni yeyib içməklə çoxsu gəlir pul yazıb yemək üçün. Yəni mənasız da onu əslində toyda falan edirlər. Bəli, mən də Şəmkirdən gəlmişəm, elə Şəmkirdə yığışdırıblar. Eləyənlərə də polislər girir, yəni şey eləyir, icazə vermirlər. Yəni yığışdırılsa yaxşıdır. Yəni məncə də yaxşı olub. Onsuz yəni rəhmətə gedən gedib nə mənası var ki, ondan sonra nəsə yeməyi, nəsə oturmağa, məncə normaldır. Mən də yaxşı qarşılayıram. Ona görə ki, ev yiyəsi sıxıntıda olur. Bilmir ehsan versin, bilmir ölüyü dəfn eləsin, bilmir qohumları yola salsın. Bax buna görə çətindir. Həm də həddindən artıq yemək verirlər. Daha indi çay süfrəsi ola, şirniyə süfrəsi ola. Belə olsa daha yaxşı olar. Nə ki dəbdəbəli yemək içmək, o düzgündür. Bəlkə də kasıbları düşünərək olunan bir şeydir. Çünki bəzən insanın başı qarışır öz rəhmətə gedənlə yaxınına. Cəmaət gəlir, tökülüşür. Məsələn, düzdür, ehsandır, verilməlidir, amma hamı dayanır, yemək gözləyir, nə bilim, başqa şeylər gözləyirlər və yaxud da gedib onu söz eləyirlər. Məsələn, bu yas mərasimində bu verilmədi. Çox gözəl fikirdir, ağlı fikirdir. Çünki yasda ancaq ölən insanların acısına görə gediblər də. Yeyib içmək məncə artıq bir məsələdir.